Deməli, 8-də deyir ki, bizə şəkildə təsvir olunmuş zərrəciklər arasındakı qarşılıqlı təsirin istiqamətini oxlarla göstər. Baxırıq ki, A bəndində ikisi də müsbət yükdür. Demişdik ki, eyni adlı yüklər bir-birlərini itələyir. Deməli, onda onlara təsir göstərən qüvvələr əks tərəfə yönələcək. B bəndində isə biri müsbət, biri mənfidir. Əks işarəli yüklər isə bir-birlərini cəzb edir. Yəni, müsbət mənfini özünə doğru cəzb edir, mənfi də müsbəti özünə doğru cəzb edir. 9-cu sualda natrium ionunun elektrik yükü müsbət 1Y-dir. Elementar yük vahidlərində həmin ionun elektrik yükü nəyə bərabərdir? Həmin elementar yük vahidlərində həmin ionun yükünü istəyirsə, elə olacaq 1. Yəni, yükün içi nəyə bərabərdir? 1-ə bərabərdir. Elektrik yükü mənfi 1Y olan ionun nüvəsində 3 proton var. Həmin ionun elektronlarının sayını tapın. Deməli, ionun yükü mənfi 1Y-dir. Protonların sayı 3-dür. Bizdən elektronlarının sayını istəyir. Biz bilirdik ki, ionun yükü onun protonlarının sayı ilə, daha doğrusu protonun yükü ilə elektronlarının yükünün cəminə bərabərdir. Deməli, burada da verilir bizə mənfi 1Y. İndi biz bilirik ki, bunun 3 protonu var. Yəni, protonun yerinə yazacaq 3Y, üstə gəl 3 elektronun Y'si bərabərdir mənfi 1Y. Onda elektronun sayını tapanda mənfi 1Y-dən çıxacaq 3Y-ni, alacaq mənfi 4Y. Yəni, elektronlarının sayı olacaq neçə dənə? 4 dənə. Yükü olacaq mənfi 4Y. Amma sayı, axı biz bilirik sayın mənfisi müsbəti yoxdur da, sayı natural ədədlərdir. Yəni, göstərilir. Sayısı olacaq 4 dənə. Yəni, dediyimiz kimi, ionun yükü onu təşkil edən yüklü zərrəciklərin elektronla protonun yüklərinin cəminə bərabərdir. Və yaxud da necə deyirdik? Deyirdik ki, atom elektron neytraldırsa, bu zaman protonların sayı elektronların sayına bərabərdir. Neytral olsaydı, 3 protonu varsa, 3 dənə də elektron olmalıdır. Amma bu artıq iondur və yükü mənfi 1 olan iondur. İonun yükü o vaxt mənfi olur ki, özünə elektron alır və ionun yükü aldığı yaxud da verdiyi elektronların sayına bərabərdir. Deməli, bunun yükü mənfi 1Y-dir və 1 elektron alıb. Yəni, normalda 3 dənə elektronu var idisə, birini alıb olub 4 dənə elektron. Yəni, hər iki formada düsturla da yaza bilərik. Belə, yəni, beynimizə, gözümüzün qabağına gətirib, qaydanı tətbiq edək də yaza bilərik. Gəldik 11-ə. Deyir ki, şəkildəki cismi 2 hissəyə ayırdıqda bir hissənin elektrik yükü müsbət 3Y olarsa, digər hissənin elektrik yükünü hesablayın. Əvvəl bunun özünün yükünə baxaq. Baxırıq, buradan 2 dənə proton var. 1, 2, 3, 4, 5, 6 protonu var. 1, 2, 3, 4 də elektronu var. Onda ionun, bax, bunun yükü müsbət 6-ın üstündə mənfi 4 gəlində edəcək müsbət 2Y. Yəni, hal-hazırda bunun yükü müsbət 2Y-dir. İndi biz bunu 2Y-də ayırmışıq. Biri müsbət 3Y-dir. Tutaq ki, məsələn, bunu ayırmışam 2Y-də. Biri müsbət 3Y-dir. Bunu bizdən soruşur. Demək ki, bu ikisinin cəmi bizə verməlidir müsbət 2Y-ni. Yazıram onda. Müsbət 3Y-nin üstünə tutaq ki, sualına yazıram. Neçə gəlsəm, müsbət 2Y alınır. Həmin buradan bu məhsulu tapmaq üçün 2Y-dən çıxacaq 3Y-ni alacaq mənfi 1Y. Deməli, digər hissənin yükü olacaq mənfi 1Y. Sonra gəldik 12-yə. Xlor atomunun nüvəsində 17 proton var. Deməli, protonlarının sayı 17-dir. 18-də neytronu var. Bunu əsasən şəkildəki xlor ionun elektrik yükünü hesabla. İonun yükünü istəyirsə bizdən, biz bu zaman onu təşkil edən zərrəciklərin yükləri cəmini nəzərə aldığımıza görə və bildiyimizə görə də ki, neytronun yükü yoxdur, yəni neytron yüksüzdür. Ona görə neytronun sayının neçə olması bizə maraqlı deyil. İonun yükünü axtarıramsa, mənə lazımdır proton, bir də elektronların sayı.
Protonun sayını verib 17. Gəlin elektronların sayına baxaq. Deməli, elektron bax burada kənarda duran dənəciklərdir. 3, 3, 6, 2, 2, 4, 10, 12, 14, 16, 18. Deməli, elektronlarının da sayı 18-dir. Elektronlarının sayı protonun sayından bir dənə çoxdur. Demək ki, bu bir dənə elektron alıb iyona çevrilib. Onda iyonun yükü olacaq -1Y. Və yaxud da necə yazırdıq? Yazırdıq ki, iyonun yükü elektronla protonların yükləri cəmrinə bərabərdir. Müsbət 17Y üstə gəl -18Y. Niyə müsbət 17? Çünki protonun yükü müsbətdir. Niyə -18? Çünki elektronun yükü mənfidir. Toplayanda alırıq -1Y-ni. Gəldik 13-cü suala. Elektrik yükü müsbət 2Y olan kalsium iyonunun nüvəsində 20 proton və 20 neytron var. Həmin iyonun elektronlarının sayını tapın. Yenə də deyirik ki, iyonun yükü proton və elektronların yükləri cəmidir. Niyə neytronu nəzərə almırıq? Çünki neytronun yükü yoxdur. Ona görə neytron burada bizə maraqsızdır. Sayının neçə olması bizə maraqlı deyil. Belə yazırıq. Protonun yükü üstə gəl elektronun yükü bizə verir iyonun yükünü. Düsturumuz buydu. 20 protonu var. 20Y üstə gəl. Elektronun sayı neçədir bilmirəm. N-Y bilmirəm neçədir. Bərabərdir müsbət 2Y-yə. Protonun yükünün müsbət olduğunu olsa biz bilirik. Onda Ny bərabərdir müsbət 2Y çıx 20Y. N elektron bərabər olacaq -18Y-yə. Onda deməli elektronların sayı da olacaq neçəyə? 18-ə. Deməli elektronların sayı neçədir? 18-dir. Bu düsturdur. Amma belə qayda ilə necə deyərik? Bir də deyirəm. Atom o vaxt elektron-neytral olur ki, protonlarının sayı bərabər olur elektronlarının sayına. Amma o zaman iyona çevrilir ki, neytral atom özünə elektron verir ya da alır. Bu artıq iyondur. Müsbət 2Y olan iyondur. Bu deməkdir ki, həmin normalda 20 dənə elektronu olmalıydı. Amma bu 20 dənədən ikisini verib. Demək, neçə dənəsi qalıb? 18 dənəsi qalıb. Elektronlarının sayı müxtəlif olan iki cismin elektrik yükü eyni ola bilərmi? Müxtəlif ola bilərmi? Elektronlarının sayı müxtəlif olan iki cismin elektrik yükü eyni ola bilərmi? Müxtəlif ola bilərmi? Eyni ola bilər. O zaman ki, hər ikisinin elektronlarının sayı protonun sayından ya çox olsun ya da az olsun. Tutaq ki, protonun sayı məsəl üçün 18-dir. Birinin elektronunun sayı 13-dür. Birinin elektronunun sayı, nə bilim, 7-dir. Baxıram ki, 13 də, 7 də protondan azdır. Demək ki, onda həmin 13 olsa da yenə də yük olacaq müsbət, 7 olsa da yenə yük olacaq müsbət. Və yaxud ikisi də çoxdur. Məsəl üçün, biri olsun 20, biri olsun, nə bilim, 30. 18 və 20-yə baxsaq, yenə də 18 proton 20 elektrona nəzərən də yenə iyon olacaq mənfi, 2 olacaq yükü. Elektron sayı 30 olsa, proton sayı 18 olsa, yenə də iyonun yükü olacaq mənfi 12. Yəni, hər iki halda ikisi də mənfidir. Deməli, nə dedik? Dedik ki, elektronların sayı müxtəlifdir. Amma hər ikisinin sayı protonun sayından ya ikisi də az olsun, ya ikisi də çox olsun. İkisi də azdırsa, deməli, iyonun yükü olacaq müsbət. İkisi də çoxdursa, deməli, iyonların yükü olacaq mənfi. Müxtəlif ola bilərmi? Ola bilər. Yenə tutaq ki, 18 protonun var. Birinin elektronun sayı 13 olsun, digərinin elektronun sayı 20 olsun. Birində protondan azdır, birində protondan çoxdur. Deməli, elektron sayı protondan az və ya elektron sayı protondan sayından çoxdursa, bu zaman onların yükləri müxtəlif olacaq. 13 olsa olacaq müsbət, 20 olsa olacaq mənfi. 15-də deyir ki, elementar yük dedikdə nə nəzərdə tutulur? Elementar yük dedikdə
yazırıq elementar yük vahidi dedikdə nə nəzərdə tutulur? Təbiətdə rast gəlinən ən kiçik müsbət yaxud da mənfi yük. Əslində elementar yükę biz demişdik, əsasən müsbət. Demişdik ki, təbiətdə ən kiçik yük elektronun yüküdür. Hansı ki, onun yükünün qiyməti mənfi 1 tam. Burada mənfi var. Mənfi 1,6 vur. Heç xoşuma gəlmədi bu mənfi. Bərabərdir. Mənfi 1,6 vur 10 üstü mənfi 19 kulondur. Bu elektronun yüküdür. Təbiətdəki ən kiçik yükdür. Elektronun yükünün mütləq qiyməti nə isə demişik, elementar yük, yəni 1,6 vur 10 üstü mənfi 19 kulon. 10 üstündə 19-un qarşısındakı mənfi işarəsi bu ədədin kiçikliyini göstərir. Daha doğrusu bunun müsbət qiymətlərində 19-un qabağındakı mənfini götürmürsünüz. Həm də buna demişik protonun yükü. Deməli, təbiətdə ən kiçik yük oldu elektronun yükü. Elektronun yükünün mütləq qiymətinə demişik elementar yük. Həmçində bu nəyin yüküdür? Protonun yüküdür. Belə.